onlar belə bir tünel qazıblar. Hər hansı bir hadisə baş verdiyində bax bu tünel vasitəsindən qaçmaq üçün. Bu 5 mərtəbəli binanın zirzəməsində müəmmalı bir yer var. İndi operatorumla bərabər həmin yerə daxil olub oranı sizə göstərməyə çalışacağıq. Girəndən sonra bax belə bir müəmmalı tünel kimi, belə deyək, binanın altında yeraltı zirzəmi ortaya çıxır. Bu zirzəminin demək olar ki, hər bir otağında bax belə bir ağır dəmir qapı var. Ehtimal olunur ki, erməni separatçı qüvvələri buranı Vətən müharibəsi zamanı əsir düşən Azərbaycan əsgərlərini burada saxladıkları ehtimal edirik. Baxın, belə bir yer var. Buradan da belə bir tünel kimi yer var. Böyük ehtimal ki, onlar belə bir tünel qazıblar. Hər hansı bir hadisə baş verdiyində bax bu tünel vasitəsindən qaçmaq üçün. Burada da belə bir texnikalar var. Telefon var. Belə bir texnika var. Böyük ehtimal ki, bu rabitə xəttidir. Onlar hər hansı bir əlaqə qurmaq üçün nəzərdə tutulan. Baxın, buranın içərisində də həm telefon var, həm rabitə xəttləri var. Burada da belə bir dəmir qapı var. Bu da binanın digər tərəfinə çıxır. Baxın, indi biz başqa yerdən girdik. İndi bura açıqdır, bəli, açıqdır. Baxın, biz başqa yerdən daxil olduq, indi tamam başqa yerdən çıxırıq.